Yanvarın 1-dən sonra avtomobil qiymətləri qalxacaqmı? Siz o vaxta qədər hərəkətə keçəcəksiniz, yoxsa qiymət artımını seyr edəcəksiniz? İndi sizə bir neçə dəqiqədə bazarda nələrin baş verəcəyini və necə itirmədən qazana biləcəyinizi izah edəcəm. Videonu axıra qədər izləyin ki, avtomobil alarkən bir addım öndə olasınız. Yanvarın 1-dən güzəştli gömrük rəsmiləşdirilməsi ləğv edilir. Əgər müddət uzadılmasa qiymətlər qalxacaq. Amma sual budur: bu artımdan ziyana düşəcəksiniz, yoxsa fürsətə çevirəcəksiniz? Əgər avtomobil almağı planlaşdırırsınızsa, indi qulaq asın. Bu məlumat sizə bir neçə min qazandıra bilər. Mən sizə faktlar üzərindən bu prosesi izah edəcəm. Hazırda ən çox gətirilən model BYD Destroyer. Bu avtomobilin gömrük dəyəri 21500 manatdır. Bazarda isə 23000 manata satılır. Yeni ildən sonra gömrük artılarsa qiymət 25000 manata qalxacaq. Amma bir şey yadda saxlayın. Bu maşının 1 il əvvəl qiyməti 28000 manata idi və sürətlə də satılırdı. Yəni bazar bu qiyməti qəbul edir. Siz də bu fürsəti qaçırmayın. İkinci model Changan Q05. Hal-hazırda 26500 manata başa gəlir. 29500 manata satılır. Yeni ildən sonra gömrük xərci 4500 manat olacaq. Bu da maya qiymətini 31000 manata, satış qiymətini 34000 manata çatdıracaq. Bu qiymət bu modelin ölkəmizə ilk gəlişində olduğu kimidir və həmin vaxtda da yaxşı satılırdı. Üçüncü model Changan Unize. Ən çox axtarılan və ən çox istənilən model. İndi 30000 manata gömrüklü gəlir, 33000 manata satılır. Yeni ildən sonra bu rəqəmlər 35-38000 olacaq. Amma cəmi bir il əvvəl bu model 41000 manata satılırdı. Nəticədə bəli, qiymətlər qalxacaq, amma bu bazarın dayanması demək deyil. Əksinə bu hazır olanların fürsətidir. Siz də həmin fürsəti dəyərləndirin. Çünki bir il əvvəl satışlar göstərdi ki, qiymət artımı satışları dayandırmır. İndi isə ən çox verilən sual: əgər mən indi sifariş versəm, amma maşın yeni ilə qədər çatmasa, nə olacaq? Əgər güzəşt müddəti artırılmasa, bəli, əvvəlkindən daha baha alacaqsınız. Amma siz yana düşməyəcəksiniz. Niyə? Çünki avtomobillərin ümumi bazar qiyməti artacaq. Sizin avtomobil də eyni dəyərdə qalacaq. Yəni istər özünüz üçün, istər satış üçün alırsınızsa, hər iki halda qazanan tərəfdəsiniz. Xüsusilə satış üçün gətirənlərə mesajım var. Yanvarın 1-dən əvvəl gətirilən avtomobillər bazara çıxan kimi bir neçə günə satılacaq. Çünki insanlar yanvardan sonra gələn bahalı modellərə yox, dekabrda gətirilən ucuz variantları alacaq. Bu fürsət üçün elə indi sifariş etməlisiniz. Yəni nəticə sadədir. Bu bazarda itirən yoxdur. Sadəcə gecikən var. Sifarişinizi oktyabrın sonuna qədər verin. O zaman həm güzəştli gömrükdən, həm də qiymət artımından qorunmuş olacaqsınız. Amma əgər maşın yeni ildən sonra gəlsə belə, narahat olmayın. Çünki yeni ildən sonra Çində vergi sistemi dəyişəcək və 23000 dollardan yuxarı olan avtomobillərə əlavə vergi gələcək. Bu da o deməkdir ki, indi maşın alsanız və 2025-ci ildə gəlib tam tariflə gömrükdən keçməlisiniz. Çünki Çində yeni ildən sonra alınan avtomobillər yeni ildən əvvəl aldığınız avtomobildən baha qiymətə gələcək. Yəni bu gün verdiyiniz qərar sabahki qiymət fərqinə çevriləcək. Bütün danışdıqlarımızı ümumiləşdirsək, mən maşın sifarişini 3 müddətə bölmək istəyirəm. Oktyabrın sonuna qədər olan sifarişlər, oktyabrdan yeni ilə qədər olan sifarişlər, yeni ildən sonra olan sifarişlər. Bəs nə baş verəcək? Oktyabrın sonuna qədər olan sifarişlər yeni ildən əvvəl gəlib gömrük keçdiyinə görə indiki qayda və qanun çərçivəsində tariflər tətbiq olunacaq. Bu da deməkdir ki, indi qiymətlər necədirsə elə də qalacaq. Siz həm özünüz üçün, həm də satış üçün gətirirsinizsə, ikisində də qazanacaqsınız. Oktyabrın sonundan yeni ilə qədər olan sifarişlərdə sizin avtomobiliniz yeni ildən sonra gəlib gömrüyə satacaqdır. Bu da deməkdir ki, müddət uzadılmasa, siz yeni gömrük tarifləri ilə avtomobilinizi gömrükdən keçirəcəksiniz. Bu zaman isə bazarda avtomobillərin qiyməti qalxdığına görə siz yenə də itirməyəcəksiniz. Gətirdiyiniz avtomobil eyni qiymətdə qalacaq, satış üçün eyni qazancı əldə edəcəksiniz. Və nəhayət yeni ildən sonra edilən sifarişlərdə isə əlavə olaraq Çinin özünün qoyduğu vergini də ödəməli olacaqsınız. Bu da o deməkdir ki, yeni ilə qədər etdiyiniz sifarişlərdə yeni ildən sonra etdiyiniz sifarişlərə nisbətən daha çox qazanacaqsınız. Son sözüm, avtomobil bazarında qalib olmaq üçün bircə prinsip var: vaxtında hərəkət edən qazanır. Biz sizə həm düzgün avtomobili seçməkdə, həm də onu ən optimal şərtlərlə gətirməkdə kömək edirik. Elə indi bizə yazın, sifarişlərinizi bu gün verin və sabahki bahalaşmadan qazanc çıxarın.